Salamlar, hər vaxtınız xeyirli olsun. Bugün sizlərlə qəza analiz eləyəcəyik, həm də ki, qəzamızdan səhvlər çıxardacağıq və bu qəzalara düşməmək üçün nələr etməliyik, bundan danışacağıq biraz. Və yanlış görülən və doğru etdiyim və yaxud da doğru etdiyimi sandığım bəzi şeylərdən danışacağıq. Təbii ki, bunu eləməyimizin əsas məqsədi odur ki, növbəti hallarda belə şeylərə hər kəs diqqətli olsun. Təbii ki, insanıq, hər kəs səhv eləyə bilir, hər kəs yanıla bilir, hər kəs qəza eləyə bilir, amma əsas odur ki, həm qəzadan düzgün şəkildə sağ çıxmaq lazımdır, həm də ki, çalışmaq lazımdır ki, ümumiyyətlə qəza etməyək. Altda şərh bölməsində hər birinizin fikrini gözləyirəm. Yəni ki, siz də öz fikirlərinizi yazın, eyni situasiyaya düşsəydiniz nələr eləyərdiniz və ya sizə görə mən hansı səhvlər etdim ki, bu qəzadan bəlkə də yayına bilərdim deyə düşünürsünüzsə, onları da aşağı şərh bölməsinə yazın. Gəlin müzakirə eləyək. Mənim üçün də maraqlıdır sizin fikirləriniz. Ona görə gəlin keçək. Birinci olaraq videomuza tam şəkildə baxaq, hansı ki mən paylaşdığım videoya sürətli şəkildə. Heç onu tam göstərməyəcəm sizə. Bir dənə burada aşma nüansına baxırıq. Mən sonra izahlı şəkildə deyəcəm. Və həmçinin sizdən gələn şərhlərin bəzi şərhləri də burada cavablamağa çalışacağam. Deməli, ilk olaraq buradakı əsas mövzulardan biri nədir? Qəzanın səbəbi təbii ki, yerə tökülən yağ idi. Dünən və yaxud da ki, həmin gün deyəsən burada maşın yanmışdı və yer bütöv yağ idi. Məsələ buradadır ki, digər ətrafda baxın, buralara da baxsaz görərsiniz ki, hər tərəf su, səhər tezdən olduğuna görə, səhər 7-də çıxıram mən evdən və səhər hər yer yaş olduğuna görə yer də bütöv yaş olur. Yəni ki, bunu mən hər gün yaşayıram. Yəni hər gün yaş yolla yolumu sürürəm. Artıq bir sözlə bu mənim üçün bir nətər deyim, rutin halına gəlib. Yəni hər gün bir sözlə monoton bir həyat kimi hər gün bu yaş yollarla yolumu davam elətdirirəm. Burada geniş kadrda daha rahat görə bilirsiniz, amma diqqətlə baxsaz mən gözüm dairədədir. Yəni ki, dairəyə baxıram və davam edirik. Baxın, bura görürsünüz, sol tərəfdə, sağ tərəfdə hər yerdə, bax buraları görürsünüz, hər yerdə yağ var. Əslində görürsünüz, bax bu istiqamətdə yağ yoxdur, amma yer yenə də parıldayır. Mən ona nəzərən, yəni ki, şey eləyirəm, diqqətli oluram əslində. Yəni dönüş səviyyəm də eynidir. İndi mən şərhlərdən bəzilərinə də gələcəm. Baxın, gedirəm. Burada nədir? Mənim elədiyim bəzi şeylər var. Belə yağışlı havalarda, hansı ki, motosikletin təkərinin sürüşmə ehtimalı olan havalarda. Burada indi biraz geniş bucaqdır. Siz elə bilirsiniz ki, mən motosikleti çox yatırmışam və s. Əslində normaldır. Yəni o dönüşə görə mən normal şəkildə dönürəm. Amma yerdəki yəqin ki, parlaqlıqları görürsünüz. Bax bu artıq yağdır. Bax buraları görürsünüz, yağdır. Və bu yağ buralara kimi dağılıb gedib. Siz onu artıq motosikletin üzərində olanda görmürsünüz. Buradakı rakursdan o rahat şəkildə görülür, həm də ki, kamerada biraz daha kontrast olduğuna görə daha rahat görünür. Məsələ budur ki, burada çox adam yazıb ki, qabaq torumuzu bastı, açdı, nə bilim bəzisi yazır ki, qaz verdi, açdı. Burada qaz səsini eşidə bilərsiniz. Burada bax, mən sizə səsi eşitdirəcəm. Baxın, diqqətlə qulaq asırıq. Bu nədir? Bu nədir? Deməli, məndə bir adət var. Bu hansı ki, mənim metodikamı deyim, nəmi deyim. Belə yağışlı havalarda mən yol döngəyə gələndə, döngə istiqamətində muftanı, yəni debriyajı sıxıram. Muftanı sıxıram və bəzi hallarda, hər zaman bunu eləmirəm. Yəni ki, əgər yol qurudsa, qazı fiks saxlayıram, qazdan girirəm döngəyə. Əgər yer yaşlısa, mən muftanı sıxıram və hansı ki, motosikletin ani sürətlənməyini, ani yavaşlanmasını qarşısına alıram. Necə? Məsələn, motosikletinizi tutaq ki, bir qaz tutmusunuz və addımlayırsınız, gedir motosiklet. Motosikletin təkəri gəlib sürüşkən bir mayəyə və yaxud da sürüşkən bir mühitə çatanda yer tutuş bacarığını itirir. Traction control nə üçündür? Əgər motosikletin təkəri sürüşərsə, arxa və ya qabaq təkər fərqi yoxdur. Təkər sürüşərsə, yəni ki, boşa dövr eləyən kimi arxa və qabaq təkərin dövrünü hesablayır və ikisini də balanslaşdırmaq üçün gücü kəsir. Yəni bu belə izah eləyə bilərik ki, traction controlun elədiyini əslində mən mufta ilə edirəm. Yəni ki, muftanı sıxıram və istər-istəməz mühərriklə təkər arasındakı əlaqəni kəsdiyimə görə motosiklet öz ağırlığı ilə, öz balansı ilə o yer yaş olan yerdə şey eləyir. Yəni ki, döngəyə girə bilirəm rahat şəkildə. Yəni muftanı basıram və qaz verməyimin, yalandan qaz verməyimin əsas səbəbi odur ki, sağdan soldan gələn maşınlar hansı ki, bu tərəfdən üzü yuxarıdan Patamdartdan gələn, Patamdart sayılır ora deyəsən,
Patandarddan Qurt qapısı tərəfdən falan nəsə harasa Patandarddan gələn maşınlara yəni səslə bir növ siqnal vermirəm. Qazla müəyyən qədər xəbərdar edirəm ki, yəni bax mən gəlirəm, mənə yol verin. Çünki yol mənimdir orada. Yəni bunun əsas məqsədi odur və bəzən bu kamerada çəkiliş zamanı sağ-sol əl qarışdığına görə hamı elə bilir ki, mən qabaq tormoz basıram. Əslində yox, əslində muftanı basıram və muftanı basmamın əsas səbəbi odur ki, motosiklet ani şəkildə boşluğa düşsə, yağa belə düşsə, təkər neynəsin? Boşa fırlanmasın. Çünki motosikletdə güc olmayanda artıq mühərriklə təkərin əlaqəsini, mühərriklə təkər arasındakı əlaqəni kəsdiyimə görə, yəni nə qədər qaz versən də, avtomatik olaraq motosiklet öz çəkisi ilə, öz döndüyü istiqamətdə davam eləyəcək. Yəni bu mufta məsələsi məndə budur. Yəni döngələrə girəndə mütləq qaz verib, fiks qazı saxlayıb girirəm, amma yağışlı havadırsa, yağışlı və yaxud da ki, yerin sürüşkən olduğunu ehtimal elədiyim ki, hal-hazırda ehtimal eləyirəm, hələ mən belə yavaş girirəm. Ehtimal eləməsəm Allah gedib, yəni başqa cür hadisə törəyə bilərdi. Ehtimal elədiyimə görə belədir. Və burada təbii ki, baxın, diqqətlə baxsaz, mənim burada baxış bucağıma baxın. Normalda motosiklet odur ki, baxışın haradırsa ora girməlisən. Əslində mən baxışım da tamamilə doğrudur. Çünki tam çıxışa baxıram. Çünki bu tərəfə bilirəm ki, artıq maşın gəlməyəcək. Sağ tərəf çünki mənim böhrümdür də, yəni oradan heç nə gəlmədiyini görürəm rahat şəkildə və istiqaməti düz şəkildə tutmuşam. Sadəcə burada bir məsələ var. Mən artıq bu girəndə bax, diqqətlə baxın. Girəndə burada həm arxa təkərdə güc arxa təkərdədir, güc itələyəndə arxa təkərdir. Mufta basılıdır. Mufta əslində muftalıq bir şey yoxdur. Sadəcə müəyyən qədər istərsəniz motosiklet kontratexnikası ilə dönür. Yəni ki, motosiklet rolu, sükanı belə döndərdin, rahat şəkildə şey eləmir də, maşın kimi deyil, yəni. Kontra ilə müəyyən qədər motosikleti əyirsən. Düzdür, burada mən əslində əyməyib tamamilə gedib kurğun biraz da o tərəfindən çıxa bilərdim, amma oradan da maşınlar gəlir. Bunu indi hayf ki, burada onu göstərə bilmirəm də. O tərəfdən maşınlar gəldiyinə görə onların üzərinə çıxa bilmirəm. Yəni bir döngədir də. Mən bu dairədir. Bu dairəni məcburam ki, belə dönüm də, başa düşürsüz? Yəni o məsələ odur. Və burada diqqətlə fikir versəz, bax burada saniyənin mində birində arxa bax, ayağımı yığıram. Bax, diqqətlə ayağıma baxın. Bax, bu hissəyə baxın, bu hissəyə. Bu hissəyə baxanda görəsiz ki, bax, ayağımı yığdım. Mən ayağımı yığmıram, amma arxa sürüşdü deyənə mən ayağımı yığıram. Nəyə görə? Bax, diqqətlə baxıram. Görürəm ki, sağda bardiyordur. Mən məcbur oluram ayağımı yerə atmağa. Çünki ayağımda birincisi həm ayaqqabı, həm full geyimim var. Geyimimə çox arxayınam. Çünki geyim olmasaydı mənim həqiqətən də xəsarət alma ehtimalım daha yüksək olardı. Ona görə mütləq nə olur olsun, hara gedirsinizsə gedin, mütləq əyninizdə geyim olmağı mütləqdir. Yəni bunu heç vaxt unutmayın. Motosiklet geyimi həyatı xilas edir. Yəni sizi yaralardan qoruyur. Və burada artıq mən idarə etməni itirirəm və motosiklet tam şəkildə sürüşür. Əsas odur ki, bax özümü qoruya bilirəm, bardiora dəymirəm. Əlimdə də əlcək olduğuna görə onu da ehtiyatla şey edirəm. Baxın, diqqətlə fikir versəz, bardiora başımı dəyməkdən əlimlə qoruyuram. Çünki əlimdə əlcək var, qolumda qoruyucular var, belimdə, hər yerimdə olduğuna görə rahat şəkildə mən əlimlə bardiora, yoxsa bax burada qolum da sına bilərdi, belim də sına bilərdi, hər şeyim sına bilərdi, amma heç bir şeyim, heç burnum belə qanamağı demirəm, çünki burun qanamağı belə böyük bir şeydir. Heç incimək belə olmadı. Motosikletin sürüşməyindən görürsüz, yerin parlaqlığından görürsüz ki, yağdır və mənə də sonradan dedilər ki, polisdən soruşdum, oradakı polisdən, deyir ki, hə, ora yağ dağılmışdı. Və mən burada baxın gəldikcə, baxın yoxlayıram, bax yer yağdır, bax. Yerin yağlığını özüm yoxlayıram və bu siqnal səsini soruşublar çoxu. Siqnal səsi mənim motosikletimin siqnalı basılı qalmışdı. Amma orada arxadan mənə siqnal verən də var idi. Bir dənə hələ dayı Mercedes idi, nə idi bilmirəm. Deyir, onun şeylə də götür də motosikleti. Elə bil mən rahatlı motosikleti götürməm. Yerdə yağdı, ayağımda sürüşür. Rahat da dura bilmirəm. Yəni ki, o həmin adamda indi buradan high fiber kameranın da videolarını atardım gələ. Bax burada görürsüz, burada ehtiyat çıxışda bax benzin axır burdan və həmçində orada əlavə çıxış var, əlavə çıxış. Ora benzin də olur və istərseniz motosikleti qaldıranda o da şey olur. Mən burada hələ də fikirləşirəm ki, motosikleti necə qaldırım. Motosiklet də bu arada Allah uzaq etsin, nə varsa yıxılıb eləsəz belə qaldırın. Çevrilirsən, bax belə qaldırını rahat saxlayırsan və oradan sağ olsun 2 nəfər gəldi və mənə kömək elədi. Başqa heç kim saxlamadı maşınlardan. Yəni ki, bir saxlamadı, ölmüsən, qalmısan, nəsə problemin var. Bizim maşın sürənlər belədir. Yəni əfsuslar olsun ki, həqiqətən də adam pis olur ki, niyə maşın sürənlərimiz belədir, yəni şey eləmirlər. Baxın görürsüz, bütün hər yer sudur.
Hər yer. Mən nə bilə bilərəm ki, bütün dairə yağdır. Yəni, burada eləyə biləcəyim şey, okey, mən daha yavaş girə bilərdim, ya geniş götürə bilərdim və s. Amma indi bu elə bir şeydir ki, o situasiya anında və plus hər gün monoton həyat yaşayanda, hər gün eyni şeyi yaşayanda bu məziyyətdən çıxış da çox çətin olur. Motosikletdə heç bir şey olmayıb, məndə də heç bir şey olmayıb, amma qorumalarımın olmasına görə heç nə olmadığını deyə bilərəm. Yəni ki, qorumalar mütləq dərəcədə insanı qoruyur. Burada yenə eyni qayda ilə mən çəkirəm motosikleti kənara və sağ olsun bu iki nəfər də mənə kömək edirlər. Yəni burada əsas məsələ budur ki, siz bu situasiyaya düşsəydiniz nələr eləyərdiniz? Sizin Allah uzaq eləsin, heç kim bu situasiyalara salmasın ümumiyyətlə. Mənim üçün də belə deyim, heç gözləmədiyim bir şeydir, amma həyatda da heç kim heç nədən sığortalanmayıb. Amma fikirləriniz mənim üçün maraqlıdır. Aşağı şərh yazmağı unutmayın. Fikirlərinizi yazın ki, mən də sizin fikirlərinizlə birlikdə bu şeyləri öyrənək. Təbii ki, hamımız motosiklet sürürük. Mən 2013-dən bəri motosiklet sürürəm. Hər gün nəsə öyrənməyə çalışıram və heç kim də heç bir qəzadan sığortalanmayıb. Bu gün yəni heç kim deyə bilməz ki, belədir, elədir. Yəni ki, hər an qəza ola bilər. Heç kim bundan sığortalana bilməz. Yəni belə demək istədiyim budur ki, əziz dostlar, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Aşağı şərh yazın. Dediyim kimi çalışdım ki, sizin fikirlərinizə bir mövqe bildirim, sizin fikirlərinizi bir az da olsa izah edeyim sizə. Sağ olun, salamat qalın. Videomu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Sağ olun.